Salam dostlar, 41-ci sualı həll etməyə çalışaq. Şərtdə verilib aşağıda 1-dən 20-yə qədər ədədlərin yazıldığı 20 kart verilmişdir. Kartlardan ardıcıl nömrələnmiş 4-ü götürülür. Yerdə qalan kartlar arasında üzərində sadə ədəd yazılı olan kart sayının bütün kart sayına nisbəti 16/5 olur. Buna görə götürülən kartlarda yazılı olan ən böyük ədəd neçədir? Əvvəlcə gəlin sadə ədədlərin sayına baxaq. 1, 2, 3, 4, 5, 6, 7 və 8 dənə sadə ədədi var. Heç belə deyək ki, kartları götürməmişik. Nisbətlər necə olardı? 20-də 8. Amma hal-hazırda nisbətlər nə qədərdir? 16-da 5-dir. Belə çıxır ki, ardıcıl götürən kartların içərisində 3 dənəsi sadə ədəddir. Sadə. İndi biz ardıcıl elə bir kartlar götürək ki, orada 3 dənə sadə ədəd götürülsün. Bu harda mümkündür? Gəlin göstəreyim bunları. Yalnız baxın burada mümkündür. Həqiqətən ardıcıl gedəndə 2 sadədir, 3 sadədir və 5 sadədir deyə 3 dənə buradan silinir. Amma digərlərini yoxlasaq, məsələn 6-dan 9-a qədər silsək, burada bir dənə sadə də silərik. Və yaxud da 17-dən 20-yə kimi götürsək, burada 2 dənə sadə də silərik. Ona görə bu silinənlər içərisində ən böyük hansı oldu? 2, 3, 4, 5 olanlar içərisində hansıdır ən böyük? 5-dir. Bu da oldu A variantı. Keçək növbəti suala. Deyir, bir şəhərdə uzunluğu 2 kilometr ilə 3 kilometr arasında olan bir yolun başında və sonunda da olmaqla bir tərəfindən 45 metr, digər tərəfindən isə 36 metr məsafələrə elektrik dirəkləri bastırılır. Buna görə qarşı-qarşıya düşən dirəklərin sayı ən çox neçə olar? Dirəklərin qalınlığı nəzərə alınmır. Həm baxın 45-ə, həm də 36 bölünən 2 kilometrdən çox, 3 kilometrdən az olan ən böyük ədəd hansıdır? (2880). Düzdürmü? Ən çox olduğuna görə. İndi bunların 45 metrlə 36 metrinin əkobunu tapmaq lazımdır. Əkob 45 36. Nəyi verir? 180. Həmin 2880-i böləcəm 180-ə. Görün nə qədər dirək var? 116 dənə, düzdürmü? 16. Şərtdə verilir ki, həm başlanğıcda, həm də sonda dirək olduğuna görə 16-nın üzərinə 1 gəlirik. Nə qədər eləyir? 17 dənə. Qarşı-qarşıya olduğuna görə, hər iki tərəfdə olduğuna görə 17-ni vurursunuz. 2-yə nə qədər eləyir? 34. Bu da doğru variant, C variantı. Sonra keçək 43-cü suala. X kiloqram qarğıdalı və 60 kiloqram buğda eyni ölçülü torbalara bir-birinə qarışdırılmadan və artıq qalmayacaq şəkildə doldurulur. Torbaların tutumu natur ədədlərlə ifadə olunur. Bu iş üçün ən az 11 torbaya ehtiyac olduğuna görə X aşağıdakılardan hansı ola bilməz. Burada əsas məsələ əbobunu tapmaq lazımdır. Yəni biz bax ki, qarğıdanlı 72 kiloqram götürürük. 70 əbob yazırıq. Əbob 72 60. Nə qədər eləyir? Bunların əbobu 12. İndi 12 nə deməkdir burada? Yəni biz hər dəfə qarğıdanlı 12 kiloqramlıq torbalarla daşımaq lazımdır. Böləcəyik 12-yə, üzərinə gələcək 60-ı da böləcəyik nəyə? 12-yə. Nə qədər olacaq? 72-ni 12-yə böləndə düşür 6, 60-da 12-yə böləndə 5, 6-sı 5 gələndə 11. Gördünüzmü? Ən az 11 torbaya ehtiyac olduğunu göstərir. Burada olmayan hansıdır? 144 olacaq.
Gəlin yoxlayaq. Yazırıq əbob 144 və 60. Bunların əbobu nəyə bərabərdir? 12-yə. 144-ü bölürsünüz 12-yə, üzərinə gəlirsiniz 60-ı da bölürsünüz 12-yə. 144-ü 12-yə böləndə 12, 60-ı 12-yə böləndə 5. 12 isə də 5 gələndə nə qədər edir? 17. Buna görə ödəmir. Doğru variant nə oldu? C variantı. Sonra keçək 44-ün sola. Bir çəndə 110 litr, ikinci çəndə isə 66 litr su var. Çənlər eyni vaxtda açıldı və birinci çəndən hər saatda 3 litr, ikinci çəndə isə 2,5 litr su boşadıldı. Neçə saatdan sonra ikinci çəndə birinci çəndən, daha doğrusu çəndəkindən 2 dəfə az su qalacaq. Bu hər dəfə nə qədər boşaldır? 3 litr boşaldır. Bu hər dəfə nə qədər boşaldır? 2,5 litr. 110-dan çıxaram 3-ü. Bizdən neçə saatdan sonra deyək ki, tutaq ki, x saat deyək. Bərabər eləməliyik 66-dan da çıxmalıyıq 2,5 vurmalı x-ə. Ortada bərabərlik qoyduq. Hansının 2-yə ehtiyacı var? 2 dəfə az olan hansıdır? 66 litr olan. Bunu vuracağım 2-yə. Tənlik həll etsək 110 çıxılsın 3x bərabərdir. 2-ni vuraq 66, 132 çıxılsın 2-ni vuraq 2,5-ə, bu deyil 5x. 5x-dan çıxırıq 3x-i bərabər eləyirik 132-dən də çıxırıq 110-u. 2x bərabərdir 22-yə. Buradan x bərabərdir 22 bölünsün 2-yə. X nəyə bərabərdir? 11-ə. Bu da oldu variant. Sonra keçək 45-ci suala. Düz bucaqlı formasında olan bir kağıt şəkildəki kimi hər iki ucundan ox istiqamətinə qatlanır. Buna görə sual işarəsi ilə göstərilən hissənin uzunluğu neçə santimetr olar? Yəni buranı bizdən soruşur. Baxın dostlar, 8-də 1 santimetr bu tərəfə doğru qatlasam, özü qədər sürüşəcək. Yəni 8-də 1 santimetr qədər sürüşməlidir. 4-də 1-i də bu tərəfə doğru qatlasam, özü qədər 4-də 1 qədər də sürüşəcək. Ona görə həmin məsafəni tapmaq üçün 4 santimetrdən 4-dən çıxacağım. 4-də 1 ilə 8-də 1-i toplayıb vuracağım nəyə? 2-yə. Bu da bərabərdir. 4 çıxılsın. 4-də 1 ilə 8-də 1 toplayanda 4, 8-də 3 vuracağım 2-yə. 4-də 100. 4-dən də 4-də 3 çıxanda 4-də 13 qalır. Bu da oldu doğru variant, A variantı. Sonra 46-cı sualda nə deyir? Hər mərtəbəsində 4 mənzil olan bina və mənzillərin nömrələrinin şəkildə göstərilmişdir. Bu binaların son 5-ci mərtəbəsindəki bəzi mənzillərin nömrələri A, B, C və D ilə işarələnmişdir. A ilə D-nin cəmi 101 olduğuna görə B üstəgəl C-nin cəmi neçə olar? Fikir versək, sətirlər üzrə 1 vahid artır. Sütunlar üzrə isə 4 vahid artır. 5-də 1 gələndə nə olacaq? 9. 9-da 4 gələndə olacaq? 13. Bu qayda ilə gedəcək. Biraz yaxınlaşdırım. Fikir verin. Nöqtələr var burada. Bilmirəm. Bura x edim. Növbəti nə olacaq? X üstəgəl 4 olacaq. Növbəti nə olacaq? 8. Yəni, bura nə olacaq? 12. Bura nə olacaq? X üstəgəl 12 üstə 4 gələndə 16. Bura 17 olacaq. X üstəgəl 17. Bura nə olacaq? X üstəgəl 18. Bura nə olacaq? X üstəgəl 19. C neçə olacaq? Bura 1. X üstəgəl 2 olacaq. Düzdürmü? B neçə olacaq? X üstəgəlinsün 13 olacaq. İndi bizə A ilə
D-nin cəmi nə verir? 101. Ayımız nə idi? Ayımız x idi. D-miz nə idi? X üstəgəl 19 idi. X üstəgəl 19. Buradan həll edəyim. Bərabər eləyə 101-ə. 2x bərabərdir. 101-dən çıxırıq 19-u. Buradan 2x nəyi verir? 101-dən 19 çıxanda qalır 82. X də bərabərdir. 82-ni də 2 böləndə 41. İndi C-miz neçədir? 41 üstəgəl 2. Nəyi verir? 43. Bəs B-miz nədir? X üstəgəl 13-dür də B-miz. X-in yerinə 41 üstəgəl 13. Bu da nəyi verir? 4, 54. 54 üstündən də 43-ün cəmini toplamalıyıq. Bütün cavabı verməlidir. 7, bu da 97. Doğru variant C variantı. Həqiqətən B ilə C-nin cəmi soruşurdu bizdə. Bu da oldu nə qədər? 97. Keçək növbəti suala. 47-dən nə deyir? A qrupundakı uşaqların 8-də 5-i ilə B qrupundakı uşaqların 3-də 2-si bir araya gələrək 22 nəfərlik bir komanda əmələ gətirdi. Buna görə B qrupunda ən çox neçə şagird var? Baxın dostlar, A qrupuna deyək ki 8x şagird var. B qrupuna deyək ki 3y şagird var. Nəyə görə mən bunları verirəm? Çünki kəsirdən azad edilmək istəyirəm. Daha mənə rahat gəlsin. Fərqi yoxdur. Yəni x də verə bilərsiniz. 100 də verə bilərsiniz. Nə verirsiniz verin, axırda eyni cavab alırsınız. Ona görə 8x-in əvvəlcə 8-də 5-in tapıram. Nə qədər idi? 8-də ixtisara gedəndə qalır burada 5x, düzdürmü? İndi 3y-in burada 3-də 2 hissəsi. Nəyi verir? 3-lər ixtisara getdi, qaldı burada 2y. Bunların cəmi 22 nəfərlik komanda əmələ gətirir. Yəni 5x üstəgəl 2y bərabərdir 22-yə. Ən çox olması üçün x-ə daha kiçik qiymətlər vermək lazımdır. Yəni x-ə 1 verəndə 5, 22-dən 5 çıxanda neçə qalır? 17. 17 2-yə bölünmür. Çünki biz deyə bilmərik axı 7,5 nəfər adam vardı və yaxud da 8,5 nəfər. Bu yanlışdır. Ona görə x-ə ən kiçik qiyməti 2 verə bilərik. 2-ni vuranda 5-ə 10. Y nəyə bərabər? Onu da 2-yə böləndə 6. Şimdi bizdən də 3y-ci soruşurdu deyə B komandasını soruşurdu. 3 vurulsun 6. Bu da nəyə bərabərdir? 18-ə bərabərdir. Bu da oldu A variantı. Sonra keçək növbəti suala. 48-ci sual nə deyir? A qabın həcmi B qabın həcmindən 2 litr azdır. Bu bizim A qabımız. Bu da bizim B qabımız. A qabın həcmi x olsa, B qabın həcmindən 2 çıxılsın 2 olacaq. Düzdürmü? Çünki azdır. Deyir A qabı 28 bidonla su tutur. B qabı isə 21 bidonla su tutur. Mən bunları bərabərləşdirmək üçün nədir bərabərləşdirim? 28-i vuraram x-ə, bərabər eləyərəm. 21-i vuraram, əksinə yazaram. X üstəgəl 2 yazaram. Çünki bərabərlik olsun da. Hər ikisi 7 ixtisar aparanda qalır burada 4x bərabərdir. Burada 3 qalanda 3x üstə gəlsin 6. 4x-dən də çıxış 3x-i bərabər edirsiniz 6-ya. Buradan x nəyə bərabər? 4x-dən 3 çıxanda x qalır da. Bu da olur 6. A nə qədər idi? A-nın tutduğum həcmi 6 idi. Sonra keçək növbəti suala. 49-cu suala. Nə deyir? Aşağıda verilən 6 bucaqların hər birinin daxilində bir ədəd yazılmalıdır. Hər hansı bir 6 bucaqlının daxilinə yazılan ədəd ona qonşu bitişik olan 2 6 bucaqlının daxilində yazılan ədədin cəminə bərabərdir. Şəkildə 3 ədədi veriliyinə görə x yerinin hansı ədəd yazılmalıdır? Bu nə deməkdir? Tutaq ki, bunun 3-ün qonşusu nədir? Biri budur, biri də budur. Bunların cəmi bunu verməlidir. Ona görə 3 hansı ədədlərin cəminə bərabərdir? 1-dən 2-nin cəmi 1-dir və 2-dir. Bu 2-ni alması üçün 3-ün üzərinə baxın.
3'ün üzərinə mənfi 1'i gəlsəm, nə edir? Müsbət 2 eləyər də. Bu olsun nə? Mənfi 1. Düzdür? Şimdi mənfi 1'i alması üçün 2'nin üzərinə hansıya da gəlsəm, mənfi 3'ü gəlsəm ki, baxın 2 üstə gəl, mənfi 3 nə verir? Mənfi 1'i verir. Şimdi mənfi 1'in üzərinə hansıya da gəlsəm ki, mənfi 3 edir. Mənfi 2'ni gələrəm. Düzdürmü? İndi mənfi 3'ün üzərinə hansı ədədi toplasam ki, mənfi 2 eləyər? Əlbəttə ki, müsbət 1'i gələndə mənfi 2 eləyir. İndi mənfi 2'nin üzərinə müsbət 3'ü gəlsəm, müsbət 1 eləyə bilərmi? Bu da oldu x'in yerinə 3. Bu da oldu doğru variant. D variantı. Sonra 50-ci sualda nə deyir? Şəkildə pillə sayları eyni olan iki fərqli pilləkən verilmişdir. Yəni bu da x-dir, bu da x-dir. Sadəcə burada qalxmaq, düşmək fərqlidir. Onu demək istəyir. Ömər bu pilləkənin pillələrini 3'ü çıxıb 2-2 enir. Yəni x bölünsün 3, üstə gəl x bölünsün 2. Sonra Kamil isə pillələri 2-2 çıxıb üstünə gələcəm. X bölünsün 2, üstünə gələcəm. 4-4'də indir. X bölünsün 4. Bərabər ilə zəminə qədər 57 atdım. Sonra nə deyir bizdə? Atdıqlarına görə hər iki pilləkənin birlikdə pillələrin ümumi sayını göstərən ədədin rəqəmlər hasılını tapın. Rəqəmlər hasılını tapır. Bax dostlar. Kəsrdən azad olmaq üçün 3'ə, 2'yə və 4'ə bölünən ən kiçik ədəd hansıdır? 12'dir. 12'ni 3'ə verəndə qalır nə? Bax 4x. Üstünə gəl. 12'ni 2'yə böləndə 6x. Üstünə gəl. 12'ni 2'yə böləndə nə olur? 6x. Üstünə gəl. 12'ni 4'ə böləndə 3x. Bərabərdir. Bunu da göyünə yazılmasın. 12 vurulsun 57. Buradan nə qədər cəm x eləyir? 19x eləyir də toplayanda. 19x bərabərdir 12 vurulsun 57'yə. X-lər aparsaq burada 12 ilə qalsın yerində. 19 ilə 57'ni aparanda burada qalır 1. Yəni x qalır da burada. X bərabərdir 12 vurulsun 3 qalır burada. Bu nəyə verir? 36. Bu da 36. Bu da 36. Cəmi nə qədər eləyir? 72. 72'nin rəqəmlər hasili nədir? 7 vurulsun. Nəyi verir? 14'ü verir. Bu da oldu B variantı. Sonra keçək növbəti suala. 51'də. Bir torbadan hər dəfə torbadakı topların sayının yarısının 5 artığı qədər top çıxarılır. Bu işi 2 dəfə etdikdən sonra torbada top qalmır. Başlanğıcda torbadakı topların sayının rəqəmlər cəmi neçədir? Deyək ki, başlanğıcda torbaların sayı 2x olsun. Birinci cəhddə baxın 2x çıxılsın. Mötərizə atıcı çünki birincindən ikincini çıxırtsınız da 2x'i böləsiz 2'yə üzərinə gələsiz nəyi? 5'i. Bunu bərabər eləyirik. 2x çıxılsın. X təsir olmalıdır işarə. Çıxılsın 5. Nə qalır? X çıxılsın 5. Nə oldu? Birincində nə qədər qaldı? Bunu sildirəm bura. X çıxılsın 5 qaldı. Birincində x çıxılsın 5 qaldı. İndi ikinci cəhddə yenə də x çıxılsın 5'dən bunun yarısını çıxıram. Çıxılsın x çıxılsın 5 bölünsün 2'yə üzərinə gələcəm 5'i. Nəyi verəcək bizdən? Bərabər eləyəcək nəyə? 0'a. 0'a bərabər eləyirik. Kəsirdən azad olması hər tərəf 2'yə vururam. Eləyir nə? 2x çıxılsın 10 çıxılsın. Bu işlər gedirdi xısara. X çıxılsın. Yox. Baxın işarə dəyişir. Üstə gəlinsin 5. İşarə yenə də nə eləyəcək? Dəyişəcək. Bu çıxma olacaq.
2'ni də 5'ə vuranda 10. 0'ı da 2'yə vuranda nə edir? 0. 2x-dən x çıxanda qalır nə qədər? X mənfi 10 çıx 10 mənfi 20 mənfi 20 üstə gəl 5 nəyi verir? Mənfi 15'i. 15 bərabərdir 0'a. X də bərabərdir 15'ə. 2x'imiz 2 vurulsun 15 nəyi verir? 30'dur. 30'un da rəqəmlər cəmi 100 üstə gəl 0 eləyir nə? 3. Bu da oldu B variantı. Sonra 52-ci suala baxaq. İki qurbağa düz xətt üzərində bir-birinə doğru eyni anda tullanmağa başlayır. Qurbağalardan hər biri hər dəfə 60 cm, digəri isə 72 cm məsafəyə tullanır. Qurbağalar aralarındakı məsafənin tam orta nöqtəsi olan Q nöqtəsində qarşılaşırlar. Buna görə iki qurbağanın qarşılaşana qədər etdikləri cəmi tullanma sayıları aşağıdakılardan hansı ola bilər? Baxın dostlar. Tutaq ki, bu deyək ki, x dəfə tullanıb. 60'ı vuracam nəyə? X-ə. Ümumi məsafəsini tapacam. Bərabər eləyəcəm. 72'ni də vuracam nəyə? Y-ə. Buradan hər tərəfin 12x aparanda burada qalır 5x. Burada qalır nə qədər? 6y. Bunları k ilə əvəz edirəm. X nəyə bərabərdir? 6k-ya. Buradan y nəyə bərabərdir? 5k-ya. Bunları toplayıram. 6k üstə gəlsin 5k. Nəyi verir? 11k-nı verir. Yəni bizim variantlarda 11'ə bölünən ədəd 31 olmayacaq, 35 olmayacaq, 37 olmayacaq, 33 olacaq. Bu da oldu doğru variant B variantı. Keçək 53-cü suala. 53'də nə deyir? Canan yerdən hündürlüyü 40 cm olan sütunun üstünə çıxır. O əlindəki topu başı üstünə qaldırır və şəkildəki kimi yerə atır. Top yerə ilk dəfə dəydikdən sonra buraxıldığı hündürlüyün 40% qədər yuxarı qalxır. Daha sonra yenidən yerə dəyir və bir öncə yüksəldiyi hündürlüyün 65% qədər yüksəlir və şəkildəki kimi qutunun kənarına toxunaraq qutunun içinə düşür. Verilən məlumatlara görə Cananın boyu neçə santimetrdir? Sonuncu nə qədər olub? 52 cm, düzdür? Baxın dostlar. Tutaq ki, deyək ki, bu topun hündürlüyü buradan atıb bura, buradan da qalxıb da bura, düzdürmü? X-dir. Neçə faiz? 65% qalxıb. X-i vuracağım 65'ə, böləcəm 100'ə, bərabər eləyəcəm 52'yə. Düzdürmü? Buradan x nəyə bərabərdir? 52'ni vuracağıq, çarpaz vururuq 100'ə, bölürük 65'ə. Buradan x nəyə verir? 80. Yəni bu topun hündürlüyü 80'dir. Yenə də buranın hündürlüyünə x qəbul edirəm. Bu neçə faiz qalxıb? Bu da 40% qalxıb. Ona görə indi yenə də x vurulsun 40 bölünsün 100 bərabərdir 80'ə. X nəyə bərabərdir? 80 vurulsun 100 bölünsün 40'a. X-lər aparanda qalır nə qədər? X bərabərdir 200'ə. X 200'dür. Stolun da hündürlüyü nə qədər vermişdi başlanğıcda? Gəl baxaq. 40 cm. 200'dən 40 çıxanda nə qədər qalır? Buradan da yazıram. 200 çıxılsın 40 bərabərdir 160. Bu da oldu doğru variant D variantı. Sonra keçək 54-cü sualı. Əldə nə deyir? Aşağıda görünüşü verilən kubun bütün üzlərinə yazılan ədədlər ardıcıl natur ədədlərdir. Buna görə bu kubun üzlərindəki ədədlərin cəmi neçə fərqli qiymət ala bilər? Bu yalnız 3 dənə ala bilər. Birincisi nədən başlaya bilərəm? Birincisi, baxın. Birinci 59'dan başlaya bilərik. 59 sonra.
59. Sonra 60, 61, 62. Sonra başlaya bilərik nədən? 60-dan başlaya bilərik. Üçüncüsü nədən başlaya bilərik? 61-in özündən başlaya bilərik. Fərqli qiymətlər ala bilər. Buna görə doğru variant nə oldu? C variantı. 3 dəfə. Sonra keçək növbəti suala. Bir tərəzi üzərində qoyulan cismin kütləsindən asılı olmadan həmişə eyni və sabit miqdarda xətalı ölçü verir. Bu tərəzidə A cismi şəkildə 11 qram, B cismi şəkildə isə 14 qram gəlir. A və B cismləri birlikdə çəkiləndə 35 qram gələrsə, B cisminin həqiqi kütləsi neçə qram ola bilər? Bizdən həqiqi kütlənin verildiyinə görə onda belə çıxır ki, tərəzilər düzgün işləmir. A cismi. Tutaq ki, A cismi xəta verir. X üstəgəl çəkisi 11 olsun. Tam çəkisi. Heç vaxtı X-dən 11-i çıxa bilmərik. Nəyə görə? Çünki A ilə B-nin çəkisi 35 qramdan hələ çox gələcək. Çünki xətalı baş verib. B-nin çəkisi nə qədər olacaq? X üstəgəlin 19 olacaq. Bunların birlikdə çəkisi nəyə bərabər olacaq? 35 üstəgəl X-ə bərabər olacaq. Buradan 2X üstəgəl 11 üstə 19 gələndə 30 bərabərdir 35 üstəgəlin X. 2X-dən X çıxanda X qalır. 35-dən də 30 çıxanda qalır 5. İndi B-nin çəkisini soruşurdu bizdən. 5 üstə də 19 gəlirik. Nəyi verir bizdən? 24'ü verir. Bu da oldu D variantı. 56-cı suala baxaq. A, B, C ədədlərinin hər birinin natural bölənlərindən biri aşağıda verilmişdir. A ədədinin natural bölənləri, B ədədinin natural bölənləri, C ədədinin natural bölənləri. Ədədlərin natural bölənləri soldan sağa doğru kiçikdən böyüyə sıralanmışdır. Buna görə A, B, C ədədinin cəmi neçə olacaq? Baxın. Bura 18 olsa, düzdürmü? 18'in bölənləri 9'dur, sonra 6'dır, sonra 3'dür, sonra 2'dir, sonra da 1'dir. Başqa bölənləri yoxdur da, düzdürmü? Yenə də bura 18 olsa, 18 8'də bölün 1. Ona görə bura 16 olsa. 16 bölünən 8 isə, sonra 4'dür, sonra 3'ə bölün 1, 2'ə bölünür, 1'ə bölünür. Bura 18 götürsək, 18'in bölənləri ardıcıl sırayla düzülməyəcək. Ona görə nə götürmək lazımdır? 27 götürmək lazımdır. Buraya 27 götürsək, 27'nin bölənləri 9, 100, 1. Həqiqətən fikir verin, artan sıra ilə gedir. Hər birinin bölənləri də verilib. Deməli, A ədədimiz 18, B ədədimiz 16, C ədədimiz neçədir? 27. Bunların da cəmi nəyi verir? 61'dir. Bu da oldu D variantı. Sonra keçək növbəti suala. 57-ci sualda nə deyir? Aytənin 6 il sonraki yaşı atasının indiki yaşının 1/4 qədər. Aytən, bir də ata. Baxın, atasının yaşı 4x olsa, Aytənin 6 il sonraki yaşı 1/4. Onda Aytənin yaşına x desək, 6 il sonra nə olacaq? Əvvələ gəlmiş deyə mən bundan, daha doğrusu sonraya gəlmiş deyə mən əvvələ qaytarıram. Bunu indiki yaşından. X çıxılsın 6 yazıram. İndi bir də anası. Nə deyir? 3 il sonraki yaşı ilə Aytənin indiki yaşının 4 misli qədər olacaq. Aytənin indiki yaşı nə qədərdir? X çıxılsın 6'da, düzdürmü? Bunun 4 misli nə olacaq? 4x çıxılsın 24. Bax, 3 il sonraki yaşı idi. Bunu mən əvvəl irəli deyil deyə mən bunu əvvələ gətirəm. Çıxılsın 3 yazıram. Aytənin anasının yaşı nə olacaq? 4x çıxılsın 27. Və bu yaşların cəmi 93'ü verirsə, onda necə yazarıq? Yazarıq ki, baxın, x çıxılsın 6, üstə gəlsin 4x, üstə gəlsin 4x çıxılsın 27, bərabərdir 93'ə. 9x çıxılsın 27 isə də mənfi 6 çıxanda mənfi 6 çıxılsın 27 33 eləyir. Bərabərdir 93'ə. Buradan
9x bərabərdir 90 100 üstə gəl 30 100. Buradan 9x bərabərdir 126 x isə bərabərdir 126-nı da bölür 9-a 126 bölünsün 9-a x nəyə bərabər? X də bərabərdir 14-ə. X-i tapdıq 14. İndi hər birinin yaşını tapaq. Bizə nə lazımdır? Aytənlə anasının yaşı. Anasının yaşı nə olacaq? Aytanın yaşı nə olacaq? 14-dən 6 çıxanda 8 qalacaq. Anasının yaşı 14 4 56 çıxılsın 27. Bu da eləyir nə qədər? 29. 29. Aytan anasından nə qədər böyükdür? Üzr istəyirəm. Nə qədər kiçikdir? 29-dan da çıxır 8-i qalır 21. Bu da oldu A variantı. Bizdən də nə demişdi? Aytan anadan olanda anası neçə yaşında idi? Yəni Aytan anasından nə qədər kiçikdir? Onu soruşur bizdən. Sonra keçək 58-ci məsələyə. Nə deyir? Qutuda olan şokoladların 9-da 4-ü bir qrup uşağa 4-4 paylayanda 3 uşağa şokolad çatmır. Əgər şokoladların hamısı uşaqlara 300 paylanarsa 33 şokolad artıq qalar. Buna görə bu qrupda uşaqların sayı neçədir? Uşaqların sayına x deyək. Düzdürmü? 4-4 paylayanda 4x olur da, düzdürmü? 3 uşağa çatmırsa biz şokolada çevirməliyik. 4-ü vurub 3-ə nə qədər? 12. 4x-in 9-da 4 hissəsi. Yəni biz nə eləmək lazımdır? Ədəli hissə yox ha. Hissəni ədədə görə tapılmaq lazımdır. Nə edəcəyik? 4-ü kəsirdəcək aşağı, 9-u vuracaq yuxarı. Bərabər eləyəcək. 3 paylaşanda 3x üstə gəlinsin 30 100. Buradan tənlik həll edirik. 4-ü 9-a vuranda nə qədər eləyir? Buradan yazıram. 36 x çıxılsın 9-u 12 vuranda 108 bərabərdir. 4-ü 3-ə vuranda 12 x üstə gəlsin. Üstə 12, üstə 12 132. 36 x çıxılsın 12 x bərabərdir 132 üstə gəl 108. Alt-alta yazıram ki, yerləşdirək bilək. Nə qədər edir? 24x bərabərdir 240-a. X də bərabərdir 240-ı da bölürük 24-ə. X nəyə bərabər? 10-a. Deməli, sinifdə neçə dənə uşaq var? 10 dənə uşaq var. Bu da oldu D variantı. Sonra keçirik növbəti suala. 59-cu sualda nə deyir? Parça satıcısı Dülgərə 1 metrlik taxta xəttkeş sifariş verir. Dülgər isə ona səhv olaraq üzərində ölçüləri yazılmayan 75 cm-lik xəttkeş göndərir. Parça satan bu xəttkeşdən istifadə edib satış edir. Satıcı düzgün xəttkeşdən istifadə etdikdə 5% qazanc əldə edərsə, digər xəttkeşdən istifadə etdikdə neçə faiz qazanc əldə edər? Buna cürvəcə baxmaq olar. Ən rahat həlli rəy verməsində digər həllini yazacağam. Biraz uzun çəkəcək o. Amma qısa yolunu deyirəm. Baxın dostlar. Dax ki, bu parçadan 5% qazanc əldə edirsə, yəni 100 santimetrlikdən nə qədər? 5% 100 santimetr 100% isə 5% qazanc 105% gəlir əldə etmək deməkdir. Yəni 105% 100 santimetrlikdən 105% gəlir əldə edib. Ümumilikdə 5% gəlir də. İndi 75-dən 75 santimetrdən bundan daha çox, belə deyək də, 5%-dən daha çox olacaq. Buna x götürək. Nəyə görə? Çünki tərs mütənasibdir. Böyükdən bu qədər 5% gəlir əldə edibsə, kiçikdən daha çox gəlir əldə edəcək. Ona görə buradan x nəyə bərabərdir?
100 vurulsun 75 bölünsün. Daha doğrusu 100 vurulsun 105. Üzr istəyirəm. 105 bölünsün 75'e. Bu da nəyə verir? 140. 140 faizdir bu. Nə qədər? Neçə faiz gəlir əldə edib? Əvvəl 100 faiz idi. İndi də 140 faiz. Nə qədər? 140'dan da çıxırsınız 100'ü. Nə qədər olur? 40 faiz. Bu da oldu. Doğru variant B variantı. Keçən növbəti suala. Axırıncı sualdır. Tarlanın kub formasında iki fərqli ölçüdə oyuncaq blokları var. Bu blokların dilləri 32 mm və 156 mm-dir. Tarlan bu blokları düz bir yerdə şəkildə kimi üst-üstə yığıb. Tarlan bu bloklardan ən az neçəsini ölçülərinə uyğun olaraq şəkildəki blokların üstünə yığsa, blokların sütun şəklində yerdən etibarən ümumi hündürlükləri eyni olar. Əvvəlcə gəlin bunların vurğuları ayıraq. 132 2'ye 66 66 2'ye 30 3 11 11 1 156'nı ayıraq. 156'nı 2 78 2 39 3 10 3 10 3 1. Baxın, bunlar hər ikisində var deyə, bax bunlar getdi. Nə qaldı? 11 13. Bu nə deməkdir? Yəni mən bunları bərabərləşdirmək üçün 13 dənə bir kub lazımdır. 11 dənə də bir kərpic lazımdır. Bunları toplasam nə qədər olacaq? 13 üstə gəlincə 11. Nə qədər verir? 24. İndi yerdəkilərin sayını tapıram. Görüm nə qədər bunun üzərinə əlavə edəcəm də. Baxın 1 2 3 4 5 6 7 8 9 dənə. 24'ten də çıxıram 9'u nə qədər olur? 15 dənə. 15 dənə də bu kubların üzərinə əlavə edim ki, kərpiclərin hündürlükləri bərabər olsun.